Salam əziz müəllimlər, hər birinizi xoş gördük. Bugün 2026-cı il 26 avqust MİQ müsahibə mərhələsi başladı və MİQ müsahibə mərhələsində bugün verilən sualların izahını sizlərə verəcəm. Və bu arada bildirim ki, bizim MİQ, həm sertifikasiya müsahibə mərhələsinə qoşulmaq istəyən müəllimlər bizimlə YouTube üzərindən telefon nömrələrimizlə əlaqə saxlaya bilərlər. Həm fərdi şəkildə dərslərimiz təşkil olunur, həm qrup şəklində dərslərimiz təşkil olunur və icmallarınızı ödənişsiz şəkildə sizə təqdim olunacaq və üstəgəl sizə mükəmməl formada təqdimatınıza baxılacaq. Xoşumuza gəlməsə yenidən sizin üçün təqdimat yazılacaq və hər dərs sual-cavab olunacaqsınız. Dərslərimiz bu qaydada təşkil olunur. Və əziz müəllimlər və bildirim ki, bizim canlı dərsimizdəndir bu görüntülər. Sizlərlə birgə, müəllimlərlə birgə müzakirə edərək bugün MİQ müsahibəsinin sualların izahını verəcəm. Deməli, müəllimlər, belə bir sual verilibdir. Birinci sualımız, dərsə girdiyində ilk olaraq lövhəyə nə yazarsan? Müəllimən birinə belə bir sual veriblər. Dərsə girdiyində lövhəyə ilk olaraq nə yazarsınız? Və bu sualı istəyirəm cavablandırsın Ülkər Rüstəmova. Bəli, müəllimə. İlk olaraq ədəbiyyatda ayın tarixi, yazım icra ayın tarixi, mövzu, təlim nəticəsi, meyarlar göstərilməlidir mənim fikrimcə. Bəli, biz orada müəllimlər, biz bilirik, həm məsələn deyək ki, proyektor olanlar proyektorla lövhəyə vura bilər, yoxdursa lövhəyə ilk olaraq təlim nəticəsi və qiymətləndirmə meyarlarımız yazılmalıdır. Orada müəlliminin biri deyibdi ki, mövzunu yazarım, onlar biraz tərəddüdlə baxıblar. Mövzunu heç deməsəydi, yəni mövzu ehtiyac deyil, ilk olaraq biz lövhəyə təlim nəticəmizi yazacağıq və qiymətləndirmə meyarlarımızı və onu da şagirdlərimizə elan eləyəcəyik. Sonra növbəti sualımızı cavablandırsın. Reyhan müəllimə burada. Validə müəllimə burada. Yoxdur, Aybəniz müəllimə burada. Buradayım. Hə, Validə müəllimə, belə bir sual verilibdir. Qiymətləndirmənin neçə növü var? Qiymətləndirmənin 4 növü var. Milli qiymətləndirmə, beynəlxalq qiymətləndirmə. Yox, məktəb daxili. Məktəb daxili qiymətləndirmənin neçə növü var soruşdun, eləmi? Aha. Məktəb daxili qiymətləndirmənin 3 növü var. Formativ qiymətləndirmə, diaqnostik qiymətləndirmə və summativ qiymətləndirmə. Aha, bəli, elə bir sual verilir. Qiymətləndirmənin əslində müəllimə istiqamətləridir, siz dediyiniz 4 istiqaməti var. Məktəb beynəlxalq, məktəb daxili, milli və yekun qiymətləndirmədir. Amma məktəb daxili qiymətləndirməndə 3 növ var. Və soru soruşublar ki, formativ... Aybəniz müəllimə dərsdədir. Bəli, müəllimə, buradayım. Aybəniz müəllimə, belə bir sual verilibdir ki, formativ qiymətləndirmə nə üçündür? Nə Formativ faydası? qiymətləndirmə bildiyimiz kimi məktəb daxili qiymətləndirmənin bir növüdür. Formativ qiymətləndirmə müəllimin tədris prosesində şagird fəaliyyətinin izlənilməsi və bu prosesdə qarşıya çıxan çətinlik və problemlərin həll edilməsi üçün aparılan bir qiymətləndirmədir. Formativ qiymətləndirmə çevik qiymətləndirmədir. Formativ qiymətləndirmə geriyə dönüşü olan qiymətləndirmədir. Formativ qiymətləndirmə şagird inkişafına addım-addım izləyən qiymətləndirmədir və şagirdi olduğu yerdən olduğu yerə aparan bir qiymətləndirmədir. Formativ qiymətləndirmənin bilirik ki, meyarlar əsasında rəy verərək qiymətləndirilir və bu da müəllim müşahidəsi nəticəsində baş verir. Yəni, müəllim dərs boyu şagirdin bütün fəaliyyətini izləyir, müşahidə eləyir və müşahidənin sonunda nəticə olaraq konstruktiv rəy verir. Rəyin də
Deyim növlərin filanı müəllim Yox, yoxsa? deməyin müəllimə. Tamam. Deməyin. Orada bir də formativ haqqında qeyd eləyə bilərik ki, biz formativ qiymətləndirmə təlim nəticələrinin reallaşmasına xidmət edən bir qiymətləndirmədir. Formativ qiymətləndirmə şagirdi summativ qiymətləndirmədə yüksək nəticə almasına zəmin yaradan bir qiymətləndirmədir. Həm müəllimin fəaliyyətinin izlənilməsidir, həm şagirdin fəaliyyətinin izlənilməsidir. Yəni formativ qiymətləndirmə ümumiyyətlə tədrisin mərkəzində dayanan bir qiymətləndirmə deyə bilərsiniz. Sonra belə bir sual verilibdir. Deməli, Aysel Qarayeva dərsdə. Bəli, müəllim, axşamınızda. Aysel müəllimə verilibdir ki, alt standartın digər adı nədir? Bəli, bayaq dedik, məzmun standartı və yaxud da benchmark adlanır. Ay, sağ ol. Bəli, alt standartın digər adı məzmun standartı və benchmarkdır. Yaxşı, soruşublar ki, təlim nəticəsini necə çıxarırsan? Təlim nəticəsini, məqsəd də deyirik təlim nəticəsinə. Biz əsasən alt standartdan çıxarırıq və təlim nəticəsinə uyğun da meyarlar hazırlayırıq. Ay, sağ ol. Bəli. Və soruşublar ki, meyarları necə çıxarırsan? Onda deyək ki, Təlim nəticəsinə uyğun olaraq, sonra, bəli, 4 səviyyə üzrə meyar. Doğru. Daha sonra da rəy veririk. Yox, 4 səviyyə üzrə meyar yoxdur müəllimə. 4 səviyyə üzrə konstruktiv rəy veririk. Rəy var. Da əvvəllər o meyarlar səviyyələr üzrə idi. Daha indi o yoxdur. Düzdür, metodik vəsaitlərdə verilir, amma indi keçənindən onu yəni nöqsan kimi götürürlər. Məsələn, verirlər ki, 4 səviyyə üzrə müəllimin köməkliyi ilə edir, çətinliklə edir, qismən edir. Da onlar götürülüb, onları etmirik. Sadəcə olaraq meyarlarımızı əsasən biz şagirdlərə konstruktiv rəy veririk və o rəylər 4 səviyyədə olur. Sonra Aysel müəllimə belə bir sual verilibdir. Belə bir sual verilib. Bir şagirdiniz var, hər gün dərsə gəlir, amma oxumur. Onunla necə rəftar edərsiniz? Ona belə desək, fərdi yanaşaram, diferensial yanaşaram. Birinci şagirdin marağını, daha sonra onun belə desək, səviyyəsini və öyrənmə tərzini nəzərə alaram. Yəni məsəl üçün ola bilər ki, şagird audial öyrənir, vizual öyrənir, kinestetik və yaxud da oxuyub anlayaraq dərsi onun marağına uyğun şəkildə quraram. Ay, sağ ol. Bəli. Şagirdin maraqlarına, öyrənmə tələbatına uyğun olaraq fəaliyyətlərə cəlb edərəm. Müxtəlif oyunlar şəklində, viktorinalar şəklində. Yəni elə edərəm ki, o şagird yəni dərsə cəlb olunsun. Sonra Aysel müəllimə belə bir sual verilib ki, şagirdə 2 yazmısınız, evə gedir, valideyn onu döyür. Nə edərsiniz? Bax, bu da MİQ müsahibəsində verilən suallardandır. Əgər valideyn mənə müraciət eləyibdirsə, onu dinləyərəm, belə desək. Özümdə birinci səhv axtararam ki, bəlkə mən uşağa düzgün yanaşmadım, amma daha sonra uşağın formativ qiymətləndirmələrini, diaqnostik qiymətləndirmələrini valideynin nəzərinə çatdıraram və təbii ki, uşağa da konstruktiv rəy verməyə çalışaram ki, uşaq da belə irəliyə aparım da onu. Dekonstruktiv rəy vermərəm. Əslində, Aysel müəllimə, tam olaraq sualın özünü vurmadınız. Amma bu vəziyyətiniz mənim yəni xoşuma gəldi. Nə? Çünki susmadınız. Susmadınız. Yəni bildiyiniz tərəfdən istiqamətləndirici, yəni cavab verdiniz. Bax, şagirdə 2 yazmısınız və şagird gedir evə, evdə onu valideyn döyür, şiddət göstərir. Bu halda nə edərsiniz? Mənim PDF-lərimin birində buna oxşar, eynən budur. Buna oxşar sual var ki, mən belə qoymuşdum ki, şagirdin nailiyyəti aşağıdır, valideyn ona şiddət göstərir. Bu halda nə edərsiniz? Biz belə deyəcək ki, ümumiyyətlə, məsələn, şagirdə biz gündəlik olaraq qiymət yazmırıq. Bununla başlayın. Bəlkə o demək istəyir ki, burada məsələn, deyir ki, şagirdə 2 yazmısınız, evə gedir. Yəni, şagirdə biz gündəlik olaraq 2 yazmırıq. O formativ qiymətləndirməsi ona bir qiymətləndirəcək. Bəli, yox, əgər şagird summativdə 2 alıbsa, yəni bu şagird, onda deməli biz onu, əgər şagird summativdə 2 alıbsa, bu deməkdir ki, biz elə bu bölmə ərzi, bu bir ay ərzində biz heç bunu formativ etməmişik. Yəni bu uşaq, bir uşaq birbaşa 2 ala bilməz. 2 o vaxt alır ki, yəni müəllim səhlənkarlıq edir və yaxud valideyn və yaxud deyək ki, şagirdin özü, yəni oxumur, gəlir nəticədə 2 alır. Amma
deyək ki, ola bilər də, məsələn, summativdə nailiyyət əgər zəifdir, aşağıdırsa və siz bunu bilirsiniz ki, valideyn buna şiddət göstərir, biz valideynlə fərdi şəkildə söhbət aparacağıq və bunun nailiyyətinin həmişə belə olmayacağını valideynin nəzərinə çatdıraram. Deyə bilərsiniz ki, məsələn, şagirdin hətta deyək ki, məsələn, deyək ki, riyaziyyatdan 2 alıb, amma bir digər fənlərdən hansısa bir uğuru var, hansısa bir deyək ki, başqa bir istiqamətdə göstəricisi, müsbət bir göstəricisi var. Valideynlə danışaraq bunu da vurğulaya bilərik. Məsələn, deyə bilərik ki, biz şagirdin bu istiqamətdə yüksək nailiyyətləri var. Burada nailiyyəti aşağıdır, amma bu həmişə belə olacaq anlamına gəlməyəcək. Sən, mən və şagird üçümüz birlikdə əməkdaşlıq edərək bu nailiyyəti yüksəltməyə çalışacağıq. Yəni şiddət göstərmək, döymək çıxış yolu deyil. Daha da şagirdi biz motivasiyadan salmış oluruq və şagirdlə də fərdi şəkildə söhbət apararam. Mən həmişə bu nailiyyətinin belə olacağı və yaxud həmişə uğursuzluqla, həmişə zəiflə, nəticə ilə qarşılaşmayacağını bildirərəm. Bax, çətinlikləri birlikdə araşdıracağıq. Burada bu summativdə hansı səhvlərin var, nələr sənin üçün qaranlıq qaldı. Onları birlikdə səninlə araşdırıb öyrənəcəyik. Xırda izahlar, daha sadə şəkildə lakonik izahlar verərək bunların da öhdəsindən gəlməyə çalışacağıq. Daha da ona motivasiya edici bir stimullaşdırıcı rəy verərəm. Həm şagirdi motivasiyadan düşməyə qoymaram, həm valideyni şiddət göstərməyin qarşısını alaram ki, yəni bu şiddət göstərmək heç də çıxış yolu deyil deyə bilərik. Yəni bunun haqqında geniş danışa bilərsiniz. Sonra Ülkər müəllimə belə bir sual verilib ki, inklüziv şagird var. Valideynlər onu istəmir. Deyir ki, biz bunu sinifimizdə istəmirik. Yəni çıxardaq bunu sinifimizdən. Bu zaman nə edərsiniz? Aysel müəllimə cavab versin. Qarayeva. Bəli, mən valideynə izah edərəm ki, pedaqoji tələblərdə biri də inklüzivlikdir. Hər kəsin bərabər şəraitdə öz fərdi ehtiyaclarına uyğun təhsil almaq hüququ var. O şagirdin özünün hüququdur. Biz də ona diferensial yanaşmalıyıq. Onun səviyyəsinə, onun maraqlarına uyğun ona dərs izah etməliyik. Aysel müəllimə, maşallah olsun, maşallah olsun. Sağ ol, mən. Yox, əsl elə Gülnarənin tələbəsisən. Yəni buna söz yox. Amamız var burada bizim. Çünki sualımızın cavabı o deyil. Yəni bizim əsas məqsədimiz orada o müsahiblərin qarşısında susmamaqdır. İstənilən situasiyada, istənilən vəziyyətdən çıxmalıyıq. Baxın, bizim Aysel müəlliməmiz maşallah olsun. Müəllimlər, əgər inklüziv şagird varsa, bax bu suala uyğun da bir PDF-lərin birində mənim sualım var və bu şagirdi istəmirsə valideynlər ki, çıxart bizim sinifdən çıxsın bu. Biz ilk öncə o şagirdlərin valideynləri ilə, biz onları istəməyən valideynlərlə fərdi şəkildə söhbət aparıb, onların arasında empatiya hissi formalaşdırmalıyıq. Məsələn, deyə bilərik ki, bax, siz özünüzü o uşağın valideynlərinin yerinə qoyun. Siz olsaydınız, sizin övladınıza qarşı o etsəydilər, necə düşünərdiniz? Bax, inklüziv şagird, məsələn, deyək ki, bunun hansı istiqamətdə, deyək ki, bir nöqsanlarımı, sağlamlıq imkanlarının bir məhdudluğu ola bilər, amma bunun da müəyyən göstəriciləri var. Bax, bu sahədə, qrup işində dəfələrlə deyək ki, diqqət etdiyim məqam olub, şagirdlərlə birgə o da ideyalarını bölüşməyə çalışır, o da bu cəmiyyətin bir üzvüdür, o da cəmiyyətin bir fərdidir, onun da təhsil almaq hüququ var. Bir övladınızı onun yerinə qoyun, bir özünüzü onun valideynlərinin yerinə qoyun. Siz olsaydınız, sizə bunu etsəydilər, necə reaksiya verərdiniz kimi deyərək, biz ortada olan o anlaşılmazlığı qaldırmalıyıq və sinifdə mütəmadi olaraq o cür şagirdlərin müsbət göstəricilərini önə çıxartmalıyıq.
Niyə digər şagirdlərin gözündə o şagirdi qaldırmalıyıq ki, axı o şagird inklüziv şagird olduğuna görə ona bir başqa cür baxırlar. Yəni o şagirdi biz mütləq şəkildə etməliyik ki, digər şagirdlər ona yuxarıdan aşağı baxmasın, deməsinlər ki, biz bunu istəmirik, bunun nöqsanı var, biz bununla bir qrupda işləmək istəmirik. Bax uşaqlar, əlinin də sizin üçün müəyyən faydaları dəyəcək. O da baxın görün necə gözəl. Məsələn, deyək ki, ola bilər də fiziki məhdudiyyəti var, fiziki qüsurlu şagirdi və kolyaskada oturur və yaxud da ki, başqa cür hansısa bir sağlamlıq məhdudiyyəti var. Bax, sizə bu istiqamətdə görün necə kömək eləyəcək. Sizin qrupunuzun qalibiyyətində, bax, bu şagird əlinin də rolu vardı. Belə bir növ həm valideynlərlə danışaraq o yoluna qoymaq və eləcə də şagirdlər də onu istəməsə, şagirdlərlə də bu istiqamətdə. Məsələn, mən hazırladığım sualda onu şagirdlər istəmirdi. Deyir ki, biz onu sinifimizdə istəmirik. Yəni bu halda mütləq şəkildə o uşaq sinifdə olmayanda sinifdə şagirdlərlə danışıb fərdi şəkildə o şagirdin müsbət tərəflərini vurğulamaqla, onun da sizə faydası dəyəcək deyə, belə siz də özünüzü bir onun yerinə empatiya. Niyə biz deyirik ki, empatiyası? Görürsünüz, müəllim-şagird arasında da empatiya hissinin formalaşması həmişə önə çəkilir. Eləcə də müəllim-valideyn münasibətlərinin formalaşmasında empatiya hissi önə çəkilir. Eləcə də, yəni bax bu kimi məqamlarda o empatiya hissini formalaşdırmaq lazımdır ki, şagird arasında ki, şagirdlər o digər şagirdin vəziyyətini başa düşsünlər. Və bunu bu cür cavablandırmaq lazımdır. Təşəkkürlər Aysel müəllimə. Sizlə bitirdik. Çox sağ olun. Sonra keçək 5-ci dərsimizdən. Kamilə müəllimə burada. Kamilə müəllimə yoxdur. Fidan müəllimə burada. Buradayım. Gülnarə müəllimə. Hə. Kamilə müəllimə, dərsdə istifadə olunan axşamlı seyir müəllimə. Dərsdə istifadə olunan iş üsullarını, iş formasını nəyə əsasən müəyyən edirsiniz? Dərsdə istifadə olunan iş üsullarını təlim nəticəsinə əsasən müəyyən edirik. Qəşəng. Müəllimlik nədir, Kamilə müəllimə? Müəllimlik müqəddəs peşədir. Müəllim hər bir sahəni işçisini müəllim yetişdirir. İstər həkim olsun, istər mühəndis olsun, istər alim olsun. Bunların hamısını yetişdirən müəllimdir. Müəllim yol göstərəndir. Müəllim fasilitatordur. Müəllim işıq saçan, şagirdlərin yoluna işıq saçan bir mayaqdır. Müəllim rol modeldir. Maşallah, elə siz də rol modelsiniz müəllimə. Canınız sağ olsun. Allah can sağlığı versin sizə Kamilə müəllimə. Gülnarə müəllimə, çox sağ olun. Canım mənim. Müəllimə, direktor gəlib dərsinizdə əyləşərsə və sizdə səhv tutarsa, nə edərsiniz? Direktorun hüququdur ki, gəlsin müəllimin dərsində otursun. Əgər direktor mənim dərsində oturub mənim nöqsanımı deyirsə də, mən tənqidə açıq müəlliməm. Onun bu sözündən mən nöqsanından nəticə çıxardıb öz üzərimdə işləyərəm və çalışaram ki, gələn dərslərində bu nöqsana yol verməyim. Qəşəng. Şagirdin akademik nəticəsi, göstəriciləri əvvəl yaxşı idi, sonra şagird oxumur. Bu halda nə edərsiniz? Müəllim, mən ilk növbədə həmin şagirdlə çalışaram, fərdi söhbət edim. Onun səbəbini öyrənməyə çalışım. Sonra isə onun valideyni ilə əlaqə saxlayıb, bunun nədən qaynaqlandığını öyrənməyə çalışaram. Əgər mümkün olmazsa, psixoloqu da bu işə cəlb edərəm və çalışarıq ki, birlikdə şagirdi yenidən əvvəlki vəziyyətinə qaytaraq. Ay, sağ ol. Müəllimə, urf-epik danışmırsınız. Başlayaq, işləyək, qaytaraq.
qaytaraq sözündə məsələn sonu q ilə bitir, amma x ilə tələffüz olunur da. Siz bilirəm, mən həmişə deyirəm elmi danışın, rəsmi danışın, amma demirəm orfoqrafik danışın, deyirəm orfoepik danışın. Yəni orfoepik olaraq məsələn bəzən müəllimə deyir başlamışam, biz başlamışam deyir. Məsələn qaytaraq deyirsiniz müəllimə, o biraz qəribə səslənir. Hə, o əvvəlki vəziyyətinə qaytaraq. Yəni bunlara da diqqət edin, o biraz qəribə səslənir. Təşəkkürlər Kamilə müəllimə, çox sağ ol canım mənim. Çox sağ ol Gülnaz. Fidan müəllimə dərsdə? Müəllimə. Hə. Fidan müəllimə, təlim nəticəsini nəyə əsasən müəyyən edirik? Standartda. Sinfinizdə aşağı və yuxarı səviyyəli şagirdlər var. Və o şagirdlərə necə tədris təşkil edərsiniz ki, bir-birindən digərləri geri qalmasın? Bu zaman dərsi ilə qururuq, əsasən diferensial yanaşırıq. Hər bir şagirdin öz gücünə uyğun yanaşırıq. Çünki şagirdlərin gücü də fərqlidir. Onların özlərinin hər birini nəzərə alaraq dərsimizdə metodlardan istifadə edirik. Hər birini dərsə cəlb edirik. Doğru. Diferensial yanaşma. Bəli, diferensial yanaşma müəllimə bu sualın özəyidir elə deyə bilərsiniz. Şagirdiniz hər gün dərsə gecikir müəllimə. Bu zaman nə edərsiniz? Hansı tədbirləri görərsiniz? Şagird dərsə əgər hər gün gecikirsə, belə halla biz burada deyirdik ki, belə halla qarşılaşmamışıq. Çünki mən proaktiv müəlliməm. Burada mənim dərs qaydalarım var. Şagirdlər də bu qaydalara riayət edir. Və bu zaman əgər belə bir hal baş verərsə də, o zaman mən şagirdlə fərdi söhbət edərəm, ondan maraqlanaram, görüm səbəb nədir. Bəlkə ola bilər nəsə bir səbəb var onun gecikməyində. Daha sonra valideynlə əlaqə saxlayaram, vəziyyəti həll etməyə çalışaram. Doğrudur müəllimə. Portfolio nədir müəllimə? Portfolio şagirdin əl işlərinin, yazılarının, sənədlərinin yerləşdirildiyi, testlərinin, diaqnostik qiymətləndirməsinin yerləşdirildiyi qovluqdur. Qovluqdur, doğrudur. Refleksiya nədir? Refleksiya, müəllimə, refleksiya bitmiş bir prosesin, fikrin beyində inikasıdır, deyirik biz buna. Refleksiya dərsin ortasında və əvvəlində, sonunda, dərsin ortasında və sonunda aparıla bilər. Şagirdin qısa müddətdən uzun müddətə fikrinin. Yox, o belədir müəllimə. Qısa müddətli yaddaşdan uzun müddətli yaddaşa ötürülməsi. Onu demək istəyirsiniz yəqin. Belə bir nəzəriyyə də var idi ki, Edmund Burker demişdir ki, şagirdi refleksiya etməmək, qidanı çeynəmədən udmaq deməkdir. Aferin, qəşəng. Bəli müəllimə, təşəkkür. Əla. Çox sağ ol Fidan müəllimə, qəşəng danışdınız. Maşallahınız var. Sağ olun. Sağ ol Nəzim. Gəlsin Həsənova Günay. Reyhan Hüseynova. Validə Xəlilova. Bəli. Validə müəllimə, debat nədir? Debat iki şəxs arasında onların necə deyək, müzakirəsidir də. Müzakirə üsuludur, bəli, interaktiv təlim üsuludur. Nə kimi bacarıqlar formalaşır müəllimə? Debatda əsasən nitq necə deyim onu mən? Natiqlik bacarığı, fikir əsaslandırma bacarığı, fikir əsaslandırma, bəli, tənqidi təfəkkür formalaşır deyə bilərsiniz müəllimə. Dərsdə başqa hansı üsullardan istifadə edirsiniz? Məsələn, debat iş usuludur, dedik, biz bundan istifadə edirik. Bəs başqa hansı üsullardan istifadə edərsiniz müəllimə? Bibodan istifadə edirəm. Bibo yox müəllimə, bibo, ö hərfi. Bibo iş üsulundan istifadə edirəm. Beyin həmləsi, daha sonra karusel. Doğru. Validə müəllimə, şagirdlərinizi necə refleksiya edirsiniz? Ümumiyyətlə, refleksiya şagird, müəllim-şagird arasında qarşılıqlı birgə fəaliyyət üzərində qurulan. O interaktiv təlimdir müəllimə, refleksiyanı deyirəm mən. Üzr istəyirəm, beynim getdi. Refleksiya
formalaşmış bir fikrin beyində inkasıdır. Dərsin əsasən sonunda, amma orta hissələrində də aparmaq mümkündür. Şagirdlər refleks etmək üçün müxtəlif iş üsullarından istifadə edə bilərəm. 3-2-1 üsulu daha effektiv üsuldur. Sonra sorğu-sual nəticəsində, sual-cavab formasında bu şəkildə də apara bilərəm. 3-2-1-in açılışını deyin. 3-2-1, 3 aydın olan fikir, yəni şagirdə çatan fikirdən. 2 yadımdan 3 yadında qalan, 3 yadda qalan, 2 maraqlı, qaranlıq qalan məqam. bir qaranlıq qalan məqam. Bəli. Təşəkkürlər Validə müəllimə, çox sağ ol əziz. Üzrlü sayın, bugün nəsə biraz 2 gün dərsə baxa bilmirəm. Hə, müəllimə gördüm. Qarşıdıram. Gördüm ki, aləmi qatdınız. İnteraktiv refleksiyanı 3-2-1-ə. Aləm qarışdı bir-birinə. Təşəkkürlər Validə müəllimə. Növbəti dərsdə sizi daha mükəmməl görmək istərdim. İnşallah. Sonra gəlsin Həzi müəllim dərsdə. Həzi müəllim. Yoxdur. Aybəniz müəllimə. Buyurun mən. Aybəniz müəllimə, şagirdlərinizə necə rəy verirsiniz? Şagirdlərimizə konstruktiv veya konstruktiv rəy veririk. Ümumiyyətlə deyirik ki, formativ qiymətləndirmənin növlərindən qiymətləndirmənin növü konstruktiv rəydir. Konstruktiv rəy iki cürdür. Daha doğrusu rəy iki cürdür. Konstruktiv rəy və destruktiv rəy. Konstruktiv rəy şagirdlərin yaxşı cəhətini, yəni düzgün yazdığı tərəfləri, eyni zamanda səhvlərini və səhvlərindən çıxış yollarını, səhvlərini düzəltmək yollarını da göstərməklə verilən bir rəydir və şagirdi inkişafa aparan bir rəydir. Bundan əlavə destruktiv rəy də var ki, həm də konstruktiv rəy gələcəyə yönəliş bir rəydir. Və onu deyim müəllimə, bəli. Konstruktiv gələcəyə yönəlik, Dekonstruktiv rəy isə keçmişə yönəliş bir rəydir. Yəni zamanında verilməmiş şagirdin motivasiyasını belə deyək, aşağı salan bir rəydir. Ona görə adətən biz deyirik ki, rəy olaraq biz konstruktiv rəylərdən istifadə edirik. Konstruktiv rəyin də bir neçə forması var. Məsələn, deyirdik ki, təsviri rəy var, motive edici rəy var, sonra rəyin daha doğrusu korreksiya edici rəy, bunların rəylərin forması. Korreksiya edici və elə konstruktiv rəy. Təsviri rəy o rəydir ki, müəllim burada şagirdin fəaliyyətini izləyir, lakin ona heç bir fikir bildirmir. Ancaq təsvir eləyir. Bəli, təsvir edir. Motive edici rəydə deyirik ki, müəllim şagirdin yalnız yaxşı tərəflərini, onu ruhlandırmaq üçün, irəliyə aparmaq üçün emosional dəstəkləmə. Bəli, emosional tərəflərini qeyd edir. Korreksiya edici rəydə isə deyirik ki, müəllim şagirdin dərsi izah edərkən elədiyi səhvləri yerindəcə düzəldir. Yəni, korreksiya edir, bu tərəfləri korreksiya edir. Konstruktiv rəy isə bayaq dediyimiz kimi, şagirdin səhvini də deyir, düzünü də deyir, düzünü də deyir və səhvini düzə çevirmək üçün yollarını göstərir. Və deyirdik ki, bu konstruktiv rəy uşağı gələcəyə aparan bir rəydir və Karol Dweck'in nəzəriyyəsi ilə desək, Karol Dweck deyirdi ki, konstruktiv rəy uşaqlarda nailiyyəti artıran və açıq düşüncə tərzini formalaşdıran bir rəydir. Destruktiv rəy isə şagirdi keçmişə aparan və nailiyyət səviyyəsini aşağı salan bir rəy. Qapalı düşüncə aparan rəydir. Bəli, qapalı düşüncə aparan bir rəy. Doğru. Təşəkkürlər Aybəniz müəllimə. Çox qəşəng geniş izah verdiniz. Maşallah. Maşallahınız var. Mənim müdavimlərim belədir də. Baxın da, baxın. Baxın, bax, mənim müdavimlərim 1, 2, 3-cü dərsə bülbül kimi cəhcəh vururlar. Bu alqışlar da sizə gəlir, Aybəniz müəllimə, görürsünüzmü? Çox sağ olun, mənim. Maşallah. Sağ olsun. Sağ olun, canım mənim. Sonra gəlsin Ülkər texnologiya. Müəllimə salam, necəsiz? Axşamınız. Salam Ülkər müəllimə. Müəllimə, mən keçən
Diaqnostiki də danışın elə Ülkər müəllimə də. Hamısını danışmışkən o qalmasın. O bizdən inciyər. Diaqnostika dedim. Diaqnostik belədir ki, belə deyək də, şagirdin ilkin səviyyəsini göstərən bir qiymətləndirmədir. Yəni uşaq tətildən gəlir və yaxud da 5-ci sinifdən çıxır 6-ya, deyək ki, hər sinif atladıqca ilk gün biz uşağın bilik səviyyəsini müəyyənləşdiririk həmin o diaqnostiklə və ona görə artıq müəllim məlumatlı olur ki, sinifin səviyyəsi hansı pillədədir. Yəni ona görə artıq müəllim o belə deyək ki, uşağın qiymətləndirilməsindən, yazdıqlarından nəticə çıxardaraq biz müəyyənləşdiririk sinifin səviyyəsini. O da dediyim kimi 2 dəfə olur. Bir ilk dəfə dərsə gələndə, yəni bu olur sentyabr ayında, ilk dərs günü başlayanda və yaxud ikinci dərs. Məsələn, bizim məktəbimizdə ilk dərs günü deyək ki, keçirilir. Bizdə həmişə belədir. Və bir də olur ikinci yarımilliyin başlanğıcında. Bu da 2 dəfə keçirilir. Amma müəllimə, belə də ola bilər də. Məsələn, Ortada da olur. bölmənin əvvəlində də eləyə bilirsiniz. Bir də məktəbə yeni şagird gəlibsə sinifinizə, onda da eləyə bilirsiniz. Onda da eləyə bilirik, amma çox vaxt heç onu eləmirik. Yalandan nə deyim? Yəni əslində olmalıdır, amma onu heç hər müəllim eləmir. Hə, yox, indi biz edirik, etmirik, o sizin etdiklərinizdən yox. Məmə bizə verilən o tələblərdən danışırıq, hə ki, bunlar bu zamanlarda olmalıdır. İndi onu kim edir, kim etmir, onu biz bilmirik. Hə, bəli, müəllimə. Ülkər müəllimə, maşallah olsun. Bunlar haqqında əsas məqamlar müəllimə, bunlardır refleksiya, sonra məktəb daxili qiymətləndirmə. Bunlar haqqında da müəllimə, mən sizə onsuz da güvənirəm. Mən sizə inanıram. Bilirəm ki, siz oradan da, məsələn, bəzi məqamlarla bağlı siz indi tam oxuya bilmirsiniz. Amma bilirəm ki, siz orada vəziyyətdən çıxacaqsınız müəllimə. Siz mənim biləndər müdavimimsiz, hazır cavabımsınız. Siz oradan da o gözəl nəticə ilə çıxacaqsınız. Təşəkkür edirəm əzizim. Heç nə müəllimə. Refleksiyadakı dediyimiz kimi, o refleksiyada şagird mənimsəməsidir. Yəni bir növ şagirdlərin sual-cavablı iştirakıdır. Mən onu belə bilirəm. Ən effektiv üsuldur deyək. Refleksiya ən effektiv üsuldur. Ən effektiv üsulu 3-2-1-dir refleksiyanın. 3-2-1-dir. Bəli, ən effektiv üsulu 3-2-1-dir. Ümumiyyətlə refleksiya sorğuda, yəni sorğu ilə də keçirilə bilər, müşahidə ilə də olur, şifahi də olur, sual-cavabla da olur. Yəni belə. Bəli, müəllimə. Təşəkkürlər Ülkər müəllimə. Maşallah olsun müəllimə. Maşallah. Çox sağ olun. Sonra gəlsin Rüstəmova Ülkər. Bəli, müəllimə, buyurun. Ülkər müəllimə, belə bir sual verim. Şagirdlərdən birinin valideyni hər zaman israrla onun uşağına qarşı ayrı seçkilik edildiyini bildirir. Deyir ki, mənim övladıma qarşı ayrı seçkilik edirsən. Nə bilim, arxada eləşdirirsən, tez-tez dərsə qaldırmırsan, neynəmirsən. İndi bu Ülkər müəllimə nə edəcək? Valideynlə fərdi danışaram. Şagirdlə də həmçinin fərdi danışır. Bu səbəbə, bu nəticəyə niyə gəldiklərini maraqlanaram. Şagirdin və özümün yanaşmama yenidən nəzər salaram. Ola bilər ki, şagirdə qarşı fərqli yanaşma ola bilər. Amma elə bir hal yaşanmayıbdır hələ ki. Şagirdə yanaşmanı da nəzərə keçirdikdən sonra şagirdin maraqlarını yenidən nəzərə alaraq, öyrənmə tipini yenidən nəzərə alaraq, yenidən dərslər qurmaq və empatiya hissini valideynlə yaratmağa çalışıram. Bir də müəllimə, orada valideynlə söhbət apararaq, mən onu bildir ki, qərəzsizlik prinsipinə əməl edirəm. Heç bir şagirdə fərq qoymadığımı bildirirəm. Mənim üçün hamısı eynidir şagirdlərin. O cümlələri də orada istifadə edə bilərsiniz Ülkər müəllimə. Yaxşı, təlimə bərabər imkanları necə yaradır Ülkər müəllimə? Təlimdə bərabər imkanların yaradılması deyəndə bir növ hazırki təlimimiz inklüziv təlim nəzərdə tutulur. Yəni hər bir kəs eyni yanaşılmalıdır. Fərqi yoxdur bu uşaqda. Hər hansısa bir narahatçılıq varmı, yoxmu? Yəni hər bir şagirdə eyni yanaşılmalı. Onun öyrənmə fərdinə uyğun, ona fərdi yanaşılmalıdır. Bəli, hərənin öz potensialına uyğun. Yaxşı, sinifdə indi şagird yönümlü təlimi necə qurarsınız müəllimə?
Şagirdlərin təlim ilə şagird yönümlülük prinsipindən də məlum olduğu kimi, şagirdin marağına, istəyinə, potensialına, onun öyrənmə tərzinə uyğun qurulmuş sistemdir. Yəni şagirdin həvəsi nəyədirsə, məsəl üçün dərs prosesi qurulur. Mövzunu müəllim yazarkən təlim üsulu kimi seçikli beyin həmləsini, uşaq beyin həmləsindən yanaşı karusel üsulunu istifadə etmək istəyir. Bu zaman müəllim dərs zamanı uşağın istəyini də nəzərə alır, həmçinin karusel üsulundan istifadə edir. Bu da oldu. Və şagird yönümlülük Şagirdin qəşəng. Yaxşı, valideynləri təlim prosesinə necə cəlb edirsiniz? Valideynlər təlim prosesinin iştirakçısıdır. Bildiyimiz kimi üç bucaq deyirik biz təlim prosesinin iştirakçılarına, müəllim, şagird və valideyn. Valideyn davamlı olaraq şagirdin öz övladı haqqında məlumatlı olmalıdır. Bu onun hüququdur. Müəllim isə valideynin iclasda iştirak edib etməməklə asılı olmayaraq davamlı olaraq şagird haqqında, övladı haqqında valideynə məlumat vermək vəzifə borcudur müəllimin və istər canlı iclaslarda, istər digər telefonla və yaxud da iş yerinə və yaxud da evinə getməklə şagird haqqında, övladı haqqında valideynə məlumat verməlidir. Qəşəng. Təşəkkürlər Ülkər müəllim. Bəli, buyurun. Təşəkkürlər əzizim. Bir maşallah da sizə gəlsin, müəllimə. Çox sağ ol, minnətdarım əzizim. Sonra gəlsin Zərri müəllimə. Bəli müəllim, axşamınız xeyir.